Azərbaycanda uşaq hüquqları haqqında yeni qanun layihəsi hazırlanıb. Layihə yaxın zamanlarda Milli Məclisə təqdim olunacaq. Parlamentdə ailə, qadın və uşaq hüquqları konstitusion hüquqların əsas prioriteti kimi mövzusunda keçirilən ictimai dinləmədə bu barədə məlumat verilib. Müzakirələr zamanı ailə institutuna təsir edən məsələlərdən danışılıb. Qızların təhsil alması, erkən nikahla mübarizə, məişət zorakılığının qarşısının alınmasına dair fikir mübadiləsi aparılıb. Doğulan uşaqların 15% nikahdan kənar doğulur. Yəni bu məsələ düşündürməlidir bizi. Son illərdə məsələn anomaliya ilə doğulan uşaqlar 65% artım var. Talasimiya ilə bağlı 86% artım var. Bu nəyi göstərir? Qohum nikahlar. Qohum nikahlar bugün çox ciddi bir problemə çevrilir və həqiqətən də demoqrafiyada biz görürük ki, ciddi təbii artıma təsiri var. Bu baxımdan həmçinin qohum nikahlarla bağlı qanunvericilik edilən dəyişikliyin gələcəkdə biz onun təsirini hiss eləyəcəyi çox mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev tərəfindən 2025-ci il Konstitusiya və Suverenlik ili olaraq elan edilib. Və bu il çərçivəsində ölkəmizdə çox əhəmiyyətli tədbirlər həyata keçirilir. Müasir dünya baxımından yeni çağırışlar və yanaşmalar nəzərdən keçirilir. Hazırda iştirakçısı olduğumuz parlament dinləməsi də bu baxımdan 2 qat əhəmiyyət daşıyır.